İndi keçirik 8-ci məsələ. Deməli 8-ci məsələ Əl-məsələ səminə aqdul murabaha. Deməli murabaha. Murabaha alqı-satqısı və ya murabaha müamiləsi. Burada bir məsələyə toxunmaq yaxşı olardı. Murabahadan yəni danışanda. Bugün murabaha deyəndə bir çox adamlar, hətta bu yayılıb, murabaha deyəndə başa düşürlər ki, bir malı yəni götürüb kimdənsə almaq, nisiyə və onu yavaş-yavaş ödəməklə. Xüsusən sən əgər xahiş edirsən bir tərəfdən, ya bankdan, ya kimdənsə, ged onu mənə üçün al, sonra mənə sat, çox və onun dilə murabaha. Əslində bu murabaha deyil. Biz indi görəcək murabaha nədir? Orada müəyyən dərəcədə oxşaqlıq var deyəni buna murabaha deyirlər. Lakin bu murabaha deyil. Murabaha əslində nədir? Baxın, müəlliflər nə deyirlər ki, Bey'us sil'ati bi thəmənihə el-ma'lum beynəl mutaaqqideyni bi ribhin ma'lum beynəhuma. Bir malın alğı-satqısı. Qiyməti məlumdur hər iki tərəfə, həm mayası, həm xeyri. Həm mayası, həm xeyri. İkisinə də deməli məlumdur. Adətən alıcı mayasını bilmir. Bu adi alğı-satqıda alıcı gəlir, neçədir bu mal, kitab neçədir, deyir, məsələn 100 manata alır, gedir. Bilmir o məsələn bu kitabı neçəyə alıb. Lakin murabahada mayasını da bilir və xeyri də bilir. Bu murabahadır. Tamam? Ona görə ribh sözündəndir. Ribh ərəb dilində yəni xeyirdir. Yəni onun xeyrini bilir. Ona görə misal da gətirilir. Deyir ki, misaluha, yaqulu sahibu sil'a ra'su mali fiha 100 riyal. Əbi'uka iyyəha bil 100 və ribhu 10 riyalat. Məsələn deyir, tutaq ki, satan, satıcı deyir ki, mənim mayam bu kitabda məsələn 100 manatdır. Mən onu sənə satıram 110 manata. Xeyrim 10 manatdır. Və bu murabahadır. Aydındır, bu murabahadır. فَبَيْعُوا عَلَى هَذِهِ الصُّورَةِ صَحِيحٌ إِذَا عَلِمَ الْبَائِعُ وَالْمُشْتَرِي مِقْدَارَ الثَّمَنِ وَمِقْدَارُ الرِّبْحِ. Bu halda belə alqı-satqı icazəlidir. İcazəlidir. Hətta iki tərəfə bilirsə əgər mayasını, xeyri, burada bir problem yoxdur. Nəyə görə? Çünki ümumən Allah Subhanahu taala alqı-satqını icazə verib. Allah Subhanahu taala Bəqərə surəsində 275-ci ayədə buyurur ki: "Və ahallallahu al-bey." Allah Subhanahu taala alqı-satqını el-bey, yəni cinsül bey, yəni bütün alqı-satqı növlərini icazə verdi sizə üçün. Bütün alqı-satqı növləri. Bu dəlillərdəndir ki, bu icazəlidir. Və həmçinin Allah Subhanahu taala başqa ayədə Nisa surəsində 29-cu ayədə buyurur ki: "İllən takunu ticareten an taradin minkum." Ticarətin bir şərtindən danışdı. Alqı-satqı şərtlərindən nə dedi? İllən takunu ticareten an taradin minkum. Yəni o ticarət ki, sizin ikinizin də razılığı var orada. Yəni alqı-satqıda biz bunu demişik, şərtlərdən alqı-satqıda hər iki tərəf, həm alıcı-satıcı razı olmalıdır. Burada da ikisi də razıdır. Satıcı bəyan eləyir, neçə alıb, nə qədər qazanır. Alıcı da bunu istəyir. Yəni burada heç bir problem yoxdur. Tayyib. Sonra deyirlər müəlliflər: "Vel murabaha bey'un tahaqqaqa fihi ridal mutaaqidayn." Və burada da biz görürük ki, bu alqı-satqıda iki tərəfin razılığı mövcuddur. "Vel hacatu massatun ila jawazi." Həmçinin məntiqlə baxsaq, insan, yəni cəmiyyətə baxsaq, görərik ki, bəzi insanlarda böyük bir ehtiyac var buna. Niyə görə? Lianna ba'dan nas la yuhsinu şira'a ibtidan. Çünki bəzi insanlar onlarda təcrübə yoxdur alqı-satqıda. Onlar yoxdur və qorxurlar ki, deməli satıcı mayasını deməsi neçədir, aldadıcı elə olur. Soruşur neçədir. Məsələn bilmir bu, xüsusən o məsələn qızıldır və yaxud da məsələn hər bir şeydə. Görürsən ki, həmişə satıcı çalışır maksimum qiymət desin, maksimum qazansın. Baxır, qoyur qiyməti, yavaş-yavaş düşər. Baxır, bu başa çıxırsa bazardan, yavaş-yavaş salacaq onu. Özündə məsələn fikirləşir ki, maksimum bu qədər salarım onu. Amma əvvəldən çox deyir. Baxır bunun deməli satıcının, daha doğrusu alıcının təcrübəsinə. Ona görə bəziləri, xüsusən əgər o sahədə təcrübə yoxdursa, onu rahat da aldatmaq. Ona görə deyir ki, qardaş, mənə deyirəm mayasını neçə almırsan, xeyir nə qədər qazanırsan, mən onu da alım. Mən əmin olmalıyım ki, sən mənə aldatmırsan. Tamam? Ona görə burada şərtlərdən nədir? Burada aldatmaq olmaz. Əfsələ olsun görürsün ki, xüsusən satanlar çox alladırlar. And içirlər, maya qiyməti satır. Maya qiyməti kim satır? Maya qiymətə
bu alqı-satqı deyil, bu artıq sədəqədir. Ona görə burada səndən soruşurlarsa, ya deyən ki, qardaş deyə bilmərəm, ya deyən ki, budur mənim mayım qiyməti, yalan danışma. Budur mənim xeyrim. Tamam, bu uğurlu murabaha olacaq. Aydındır. Ona görə deyirlər müəlliflər burada ki, fəyətəmidu alə qeyrihi fiş-şira və yeziduhu ribhan muhaddadan ma'lumun beynəhuma. Ona görə o, deməli, bu halda insan kimin təcrübəsi yoxdur, o ehtimad eləyir bu satıcıya və ondan deməli neynir? Razılaşdırır mayasını neçədir və alqı-satqı. Və həmçinin bura nə daxildir? Məsələn, qabaqcadan razılaşsın ondan. Desən, qardaş, get mənim üçün al onu, mən o malı gətir, mən səndən onu alım. Və neçəyə alacaqsan, mənə xəbər elə və neçəyə satacaqsan. Gəl, indidən razılaşaq. Bu da murabahadır, aydındır. Bu da o növlərdəndir. Çünki o bilir bunu neçəyə alacaq və neçəyə satacaq. Hətta ola bilsin, o ona artıq malı görsədir. Görürsən filan saytda ya filan mağazada, görürsən o mal, görürsən neçəyədir. Mən gəlib onu alacağım, sonra satarım sənə. Aydındır. Ona görə bu belə olanda bu bir növ o şeyə oxşayır. Hansı ki taksit, yəni banklardan alırlar, deyirlər ki, mənim üçün al, mən sonra səndən alım da, yəni İslam banklarda. Bu baxımda ona oxşayır. Çünki sən ondan xahiş edəndə ki, get o malı mənim üçün olmasa, maşını mənim üçün al. Sonra mənə sat, 5 il ərzində ödəyim. Bu halda sən bilirsən o neçəyə o maşını alır. Və bilirsən neçəyə sənə satılacaq. Bu razılaşdırılır iki tərəf arasında. O baxımdan murabahaya bu oxşayır. Lakin murabahanın əsli odur ki, maya ilə deməli xeyir bilinir hər iki tərəfə, xüsusən alıcı onu tələb eləyəndə.